Əli əleyhissalam buyurur ki, qəflət kimə qalib gəlsə, üstün gəlsə, qəlbi öləcək. Nə deməkdir bilirsiniz? Mən bunu izah edeyim. Mən bunu ruhani cəhətdən izah edeyim. Bax, insanın bir demişdik də nəfsi var. Bir də insanın fitrəti var. İnsan nə qədər ki nəfsinə tərəf gedir, yəni qəflətdədir, onun ruhunda nəfsani cəhət möhkəmlənir. Dünyavilik möhkəmlənir, qəflət. Niyə? Çünki nəfsə tabe olmağın nəticəsi ruhda belədir. Bilirsiniz nəyə oxşuyur? Yəni biz necə təsirlənirik? Məsələn, biz övladlarımızı nə üçün, üzr istəyirəm, söyüş söyən falan qrupların içində qoymuruq qalsın. Niyə? Çünki baxmayaraq ki, mənim uşağım yaxşıdır, amma orada qalandan sonra artıq o cür olacaq. Təsirlənən varlıqdır. Sentimental varlıqdır insan. İnsanın bir fitrəti trayektoriyasına uyğun təsirlənmə var. Bir də nəfsin istəklərinə uyğun təsirlənmə var. Allah buyurur ki, bizə ümumiyyətlə dini mətnlər, Əli əleyhissalamın sözündən də bu çıxır da, ki, əgər biz qəflətdə olsaq, qəflətdə olmaq nə deməkdir? Yəni fitrətin trayektoriyası üzrə getmirik. Yəni qəlbimiz qidalanmır. Yəni ruhumuza mənəvi qidalar vermirik. Əgər belə deyilsə, bəs bu tərəfdən qidalanırsa, deməli sənin ruhun bu tərəfdə bərkiyir. Baxın, bərkiyir. Ona əleyhissalam ölür deyir. Qəlb ölür. Niyə ölür bilirsiniz nə deməkdir? Onun həssasiyyəti azalır. Vallahi mən bunlar çox ciddi məsələlərdir. Mən bunları elmi cəhətdən deyirəm. Qəlb ölür bilirsiniz nə deməkdir? Bax mənası budur. İslam elmi bizə bunu belə anladır. Qəlb ölür budur ki, qəlb ölür, anlaması azalır. Hiss eləməsi azalır. Tamam öləndə bilirsiniz nə olur? Tamam öləndə bir insana nə eləsən də heç vaxt imandan heç nə anlada bilməzsən. Allah da buyurur ki, xətamallahu ala qulubihim və ala əbsarihim. Belələrinin qəlblərinə deyir möhür vurulub. Allah deyir möhür vuraraq belələrinin qəlblərinə. Ona görə bizə deyilir ki, nə günah etməyin, nə də çox nəfsi istəklərinizin arxasıca olmayın. Niyə? Çünki bu qəflətdir. Nədən qəflətdir? Mənəvi qidadan qəflətdir. Sən mənəvi qidadan, bəndəlikdən qəflətdəsən. Bu isə qəlbin ölməsinə səbəb olur.